Herkese salam, YouTube kanalıma xoş gəlmisiniz. Part 2 ilə birlikdəyik. Birincini çəkdim, dalıca ikincisini çəkirəm. Heç vaxt falan və eləmədim. Amma ki, dalbada paylaşmayacağım yüksək ehtimalla. Hyaluron Face Mask, yəni üz maskası. Deməli, Azərbaycanda 70 yoxsa 80 manat civarı idi. Səhv eləmirəmsə, səhv də eləmiş ola bilərəm. Amma ucuz deyildi, yəni mən onu bilirəm. Amma mən Kikonun özündən, yəni Napoli Kikodan almışam 15 euroya. 15 euroya almışam mən bu məhsulu. 30 manata. Təsəvvür edirsiniz, 3 qat daha ucuza almışam. Yəni mən bunu 30 manata almışam. Ay millət, endirimsiz öz qiymətinə. Təsəvvür edə bilirsiniz? Yəni mən şok və görün nə boydadır. Yəni bunu mən bir müddət dayanmadan istifadə edəcəm və bu bitməyəcək. Digər şok olduğum məhsul yenə bir nəmləndirici jelly maskasıdır Kikonun. Aloe veralı maskası. Baxın. Bu maskası. Mən bu maskadan 3 dənə filialına getdim. Gənclik Moldakı stendinə baxdım, 28-dəki mağazasına baxdım. Daha sonra Trendyol'a baxdım. Birincisi, bundan bəzi filiallarda tapmadım. İkincisi də qiyməti çox baha idi. Yəni yenə də deyirəm, bu belə bahalı bir məhsul olmamalıdır. Təbii ki, Kiko bahalı brenddir, amma o qədər də baha olmağı mənim üçün çox gülünc və absurd gəlir. 9.99, 10 euro, 20 manata. Təbii ki, mən bilirəm ki, bu franchisingdir. Təbii ki, mən başa düşürəm ki, üzərinə vergilər gəlir, gömrük gəlir, hər nə gəlir. Amma bu qədər də baha olmaz da, yəni bu qədər də baha eləmək çox mənasızdır da, yəni. 8 euroya tam boy miselyar suyu göz və üz üçün istifadə oluna biləcək. Və bu doğrudan da keyfiyyətli bir makyaj təmizləmə suyudur. Mənim ən bəyəndiklərimdən 3-cü sırada durur. Birincisi Klinikin makyaj təmizləmə balmıdır. İkincisi Garnier'dir. Garnier'i çox bəyənirəm, çox. Üçüncüsü də budur. Daha sonra Gloss Supreme tanalı 10 euro, 20 manata. Niyə almışam? Çünki mən tonal istifadə edən bir insan deyiləm. Ən çox istifadə edirəm BB krem, CC krem belə. Ya da çox nəmləndiricili, çox nazik istifadə oluna bilən, nazik materialda olanda belə deyək. Yəni məhsulu üzünə vuranda üzümdə ağırlıq edə bilməyəcək tonallar. Bu tonal o tonallardandır Kikonun. Rəngini tam tutuzdurduğuma inanmıram, amma bəzi toxunuşlarla düzəltmək olar. Bunu çalxalayırıq. Çalxaladıq, yaxşı-yaxşı. Bir-birinə qarışmalıdır. Çünki bu su tərkibli olduğuna görə istifadə eləyəndə çalxalamasanız, yəni suyu ayrı, tonalı ayrı gələ bilər. İndi tonaldan biraz götürürük. Bare Skin Foundation. 20 manata aldığım ən gözəl tonallardan biridir. BB krem kimidir, yəni. Çox gözəl. Baxın. Görə bilirsiniz oradan. Çox örtücülüyü, qapatıcılığı yoxdur. Təbii ki, mən də onu istəmirəm. Örtücü, qapatıcı, mat, zəhləm gedir. Daha çox belə clean girl. Amma mən bunu qədimdən elədim məndə. Yəni indi çıxıb deyə, moddadır deyə clean girl yox. Sadəcə başa düşəsiz deyə. Yəni baxın, rəngi də birə-bir imiş, qəşəng götürmüşəm. Çox qəşəngdir və içində az olmağına baxmayaraq, yəni içi böyük bir tonal deyil də. Az olmağına baxmayaraq mən bunu çox istifadə edəcəm. Çünki məndə o qədər istifadə eləməyə məhsullar var ki, ancaq bunu istifadə eləməyəcəyimə görə bu çox gedəcək və səyahətdə də ideal bir şeydir. İndi isə sizə ən can alıcı bir şey göstərəcəm. Belə bir Kikonun Ciao Amore adında bir seriyası çıxıb. Bu məhsulların üçünü alanda sizə hədiyyə çanta verirlərmiş. Mən bunu bilmirdim. Mən də bu məhsulların ikisini götürmüşdüm, karandaşını götürməmişdim. Sonra xanım mənə dedi ki, karandaşını da götürsəz sizə 60 manatlıq, yəni 32 euroluq, 64 manatlıq çanta hədiyyə eləyəcəyik. Mən demək yaxşı, karandaşı, glossu, bir də tuju var burada və hədiyyə elədikləri çantası var. Axırda çantanı göstərəcəm. Bu 14.99 euro, 15 euro, yəni 30 manata. Yəni bir daha xahiş eləyirəm, bir dənə bunun gözəlliyinə baxın. Gilas tadı verir. O kolleksiyanın tujunu almışdım. Hop. Bu da çox gözəldir. Yəni plastik deyil də, belə deyim sizə. Şüşə kimidir.
əlizi götürür, prosta ondan zəhləm gedir. Makiyaj məhsullarını təmiz istifadə edənlərdənəm. İyrənc istifadə edən insanlar heç xoşuma gəlmir. Yaxşı baxmıram elə istifadə edənlərə. 12 evro. Yəni 24 manat. Bunun şotkası yoxdur. Gördüyünüz kimi plastik ağızlı və əyri ağızlıdır. Deyilənə görə bu düz ağızlı olduğuna görə, yəni əyri kavisli olub, amma şotkasız olduğuna görə kiprikləri qatlamağa ehtiyac yoxdur aparatla. Elə bu özü qatlayacaq. Deyilənə görə yoxlayıb birlikdə görəcəyik. Bu da 1 evrodur, bu da 22 manatdır yəni. Bunu da yoxlayaq. Bu da sadə bir dodaq karandaşıdır. Göz karandaşı olaraq da istifadə edə bilərsiniz, amma ağzı adi karandaş kimi deyil. Daha çox yağlı bir ağzı var. Göstərim sizə. Həm pomada kimi kontur üçün istifadə edə bilərsiniz. Ümumi hamısı birlikdə, yəni bu 3 məhsuldan gedir söhbət. 30 və 44. 74 manat eləyir. Üzərində isə bizə 60 manata sumka, 64 manata daha doğrusu çanta hədiyyə edirlər. Çantamızı da bir yerdə baxaq. Yəni məncə çox mükəmməl alış-verişdir. Çünki çantası çox gözəldir. Görürsüz? Çantası mükəmməldir. Materialı da çox qəşəngdir. Tutacağı var. İstəsəniz tutacağını da taxa bilərsiniz. İstəməsəniz, yəni baxın. İstəməsəniz bu şəkildə də klaç kimi istifadə edə bilərsiniz və yaxud da ki, makiyaj çantası olaraq istifadə edə bilərsiniz. Mən çox bəyəndim. Bu da hardasa 26 manat eləyir. Candy Crush-la birlikdə çıxartdıqları bir seriyadandır. Adı da Sparkle Lip Gloss-dur. Məndəki 03 rəngidir. Bu da çox super bir rəngdir, baxın. Çox gözəl bir rəngdir. Bunu da sizə göstərim. Qablaşdırması da çox şirindir. Çox sevirəm belə şeyləri. Baxın. Görürsüz 03 rəngi. Nə qədər görünür oradan mən bilmirəm. Amma həyatda çox gözəl görünür də yəni. Kiko paketimizi də bitirdik. Ümumi Kiko'da alış-verişimin son qiymətini deyirəm. 91 evro ödəmişəm. 91 evroda 182 manat eləyir. Amma 12 evroda taksifirdə qaytarıblar. Yəni çox daha ucuz başa gəlib Azərbaycandan 3 qat daha ucuz qiymətləri var. Çox qəşəng hədiyyələri var və taksifirdə aldığınızın bir qismini geri qaytara bilirsiniz. Sırada Plan 1 paketi var, amma içində başqa məhsullardır. Orada çox ucuz kosmetik məhsullar var idi. Necə ucuz? Yəni kosmetikada istifadə edə biləcəyiniz bahalı fırçalar və s. daha ucuz qiymətə qoyulmuşdu. Yəni mən də oradan həmişə maska qubqası istəmişəm mən. Ona görə oradan aldım. Çox keyfiyyətli idi burada gördüyüm. 2 evroydu, 4 manatdı. İçərisində 2 dənə. Bu bilirsiniz də nə üçündür? Yəni maska falan çəkəndə əllə yuyursuz getmir. Gil maskalar və s. Bunları nəm eləyib, üzünüzü rahat bir şəkildə həm təmizləyib arındıra bilirsiniz, həm də təmiz yuya bilirsiniz. Onun üçündür. 2 evroydu. 1 nöqtə neçə idisə hətta 3 manat falan idi, belə deyim. Sırada isə həmin oradan bir dənə belə makiyaj təmizləmə salfetkası almışam. Sonra bir dənə belə Pantene'in balzamını almışam. Cromie'nin hand kremi var idi. Çox qəşəng deyil. Mini soda 8 evroydu. 16 manata aldım. Əl kremidir. Çox şirindir. Oradakı mini solarda elə gözəl şeylər var ki, bizim ölkəmizdə heç elə şeylər yoxdur. Bəlkə bu bizim ölkəmizdə var, amma oradakı mini soda çox gözəl yeməklər, çox gözəl şeylər çəkmişəm videosunda, paylaşacağam. Baxın mütləq. Yəni bir dənə belə əl kremi, bir dənə də belə kağız maska. Yüksək ehtimalla heç bir təsiri yoxdur üzümüzə, dərimizə. Dediyinə görə kolajen, malajen var, amma inanmıram. Sadəcə kolleksiya məhsuludur. Prosta şirindir deyə almışdım. 3 evroydu, 6 manat idi bir dənə bu. Yəni, ucuz deyildi. Belə bir parfüm kolleksiyası almışam. Bunu hədiyyə almışam əslində. Yəni, belə bir məhsuldur, belə bir parfümlardır. Çox da balaca deyillər, qablaşdırmaları, yəni böyükdür. Hər birisi 15 milli olmalıdır, səhv etmirəmsə. 12 milli, hər birisi 12 millidir, yəni balaca deyil. 2 qadın, 2 kişi parfümüdür. Şirindir, biri isə subtropik vanilya comeback. İstəsəz Bakıda da var, qiyməti səhv eləmirəmsə 50 manat olmalıdır. Mən isə oradan almışam 13 evroya, yəni 26 manata. 13 evro ya da 15 evroya, 30 ya da 26 manata. Yəni bu şəkildə. Ümumi məhsullarımızın hamısının sonuna gəldik. İnşallah ki videomuzu bəyənmisiniz. İnşallah ki bu sizə
yararlı bir video oldu. Xaricə gedəndə nə edəcəyinizi, nəyi harda istifadə edəcəyinizi bilmək istəyirsinizsə, digər vloqlarımızı da bu videodan sonra paylaşacağam. Baxmağı, mənə abunə olmağı, videoya like atmağı, komment yazmağı unutmayın. Çünki siz nə qədər unutsanız, o qədər bu mənə pis təsir eləyir və mən yeni bir videolar çəkməyə həvəsim ölür. Mən sizi sevirəm, sizi öpürəm, bağrıma basıram, qucaqlayıram. Gələn səfər görüşərik. Bye bye.